Məncə hər ikisi də üzücüdür. Statistikaya baxan adam deyər ki, necə olur ki, uduzur zirə. Bəli, statistika əla, çox sayda qol epizodlarımız, nə bilim, qaçırılan qol imkanları, ərazi üstünlüyü, amma hər şeyi futbolda sonda tablo deyir. Tablo da onu göstərir ki, bu Estoniya təmsilçisinə hər iki oyunda qalib gələ bilməmək, mərhələnin məğlub olmaq bu rəzalətdən başqa bir şey deyil. Futbolda bir belə deyim var, pis oyuna əsas üst xalı qazan nəticədir. Belə baxanda Neftçi də Zirədə yaxşı oyun göstərdi. Həddən artıq Zirənin oyun bəyəndim, hücumda idi. Yenə də epizodları qola çevirə bilmədilər və qapıda bir qol gördülər. Yenə buna baxmayaraq komanda sınmada axıra qədər mübarizə apardı. Neftçi də belə deyəndə, Neftçi əlbəttə ki, birinci oyundan özünü çətin duruma saldı. Bakıda gərək belə hesabla məğlub olmayardı. Amma yenə gördü ki, Neftçi o komandadan güclüdür, səfərdəki oyunu gördü. Amma Bakıdakı oyun çox təəssüf ki, oyunu alınmadı. Yaraşdırmadım o Neftçinin oyunu, Bakıdakı oyunu. Bugünkü oyun amma yaxşı oynadı. Düzü hesabı artırmalıydılar, məcbur idilər. Yəni ki, oyunçu materialına baxanda oyunçuların keyfiyyətinə bu oyunu qalib gəlməlidirlər. Təbii. Zirə komandasının bugün start heyətində 9 legioner futbolçu var idi. Ehtiyat skamyada 6 legioner futbolçu var idi. Yəni, komanda bu məhəlləni adlamağa məhkum idi, borclu idi. Yəni, bu şanssızlıq təbii ki, oldu, amma bəhanə olmalı deyildi. Torpedanı 2 oyunda 6-0 məğlub eləyən, rəqibə şans verməyən Zirə ən azından yaraşmırdı belə məğlub. Torpeda bugünkü komandadan məncə daha güclü. Bəli, razıyam. Torpeda məğlubiyyət daha normal qəbul olunardı, nəinki Estoniya paydesinə.